Hamı salamlar dostlar. Bugün sizlerle birlikte bu gördüğünüz programda iPad modu necə edilib onu göstereceğim. Dostlar ilk önce lazım olan programın biri ayarlar. Herkeste var. Bir de budur. Video çektiğim program ise budur. Adobe Screen Recorder. Və uşaqlar iPad modu istəyirsinizsə birinci bu gördüyünüz işarəyə girəcəksiniz. Ayarlara girdiniz. Buradan belə aşağı doğru gedəcəksiniz. Daha sonra buraya basasınız. Telefon hakkında ya. Burada göreceksiniz. Sürün. Bunu basacağız. Göreceksiniz. Axırda deyir ki artıq siz bir geliştirici sistemlərdənsiniz. Ondan sonra burada aşağıda ek ayarlar kısmı gələcək. Ek ayarlar kısmına basarsınız bir dəfə. Ondan sonra dostlar buradan kayan pəncərələr. Burada bunun açıq olub olmadığına diqqət eləməlisiniz. Məndə açıqdır və bağlı açıram mən bir də. Baxın burada şey də elə bilirsiniz. Deyirdim ala bilirsiniz. Necə edə bilirsiniz. İndi çıxdım buradan. Və indi lazım olan program PUBG. Özüm bilirəm ayarlayacağız. Uşaqlar PUBG-yə bir dəfə girdiniz. Çıxdınız. Və burada eləyirsiniz. Buradan basılı tutursunuz. PUBG-nin üstünə basılı tutursunuz. Basırsınız. Basırsınız. Gördüyünüz kimi PUBG açıldı. Və bu xətti direkt sol aşağı tərəfə itələyirsiniz. Gözün 1 saniyə keçdi, 1-6 saniyə falan. Bəyəcən tez itələyirsiniz. Sola doğru. Bir dənə tez göstərdim sizə. Mod oldu. Olmadı mı? Qaldıraq. Gözümlə PUBG tez açsın. Onu sizə göstərdim iPad modunu. Zaten burada gördüyünüz kimi, bu arada bir dəfə eləyə bilərsiniz, olmaya bilər. Yəni 1-2 dəfə falan edin. Çünki ilk dəfə eləyəcəyinizə görə hər ekran tam algılamayıb da. Onun üçün bir dəfə eləyəsiniz, ban riski yoxdur, bansızdır. Bir dənə açsın PUBG görək. Məndə də olmaya bilər bir dəqiqə birincidə. Çünki mən çox gözlədim orada xəttə. Açılacaq uşaqlar, bir 5 saniyə sayarsınız, ondan sonra təzədən o xəttə açacaqsınız. Gördüyünüz kimi məndə olmadı. Sizdə olacaq amma bir də yoxlayaq. PUBG Mesela arkadaşlar koşucu danışan yok. Öyle bir metin kaçta. Bakın bunu böyle başlıyoruz. Tabi xətti PUBG açılan kimi aşağı eləyəcək. 1 2 3 4 5. Yeni olmayacaq deyəsən. 0 olmalı. Burada ekran belə içə falan girmir. Tam bildiğimiz ortadadır. iPad modu ortadadır. Bir tane de var. YouTube'dan girib eləyirsiniz belə. Ortada bir dənə xətt gəlir. Yarı YouTube, yarı PUBG. O xətti orada çəkversiniz. O pisdir. Yəni onun xeyri yoxdur. Və bu da çox şey yarayır. Telefonunuzun kasmasını yönləndirir. Mən 60 FPS-əm, amma 30 FPS işlədirəm. Baxın gördüyünüz kimi iPad modumuz oldu. Abone olmayı, katılmayı unutmayın. Sevilirsiniz. Bu belə videonun devamını gəlməyini istəyirsənsə 10 like gözləyin.